günahlar böyük kiçik olduğu kimi, həmçinin şirk böyük şirk kiçik olduğu kimi, bidət əməllər də müxtəlifdir. Elə bidətlər var ki, onlar insanı, yəni onu edən İslamdan çıxır. Yəni dinə elə yeniliklər var ki, etiqadda və həmçinin əməldə bunu edən İslamdan çıxır. Məsələn, demək Allahdan qeyrisinə qurban kəsmək, Allahdan başqasına dua etmək kimi, bunlar da bidətdir. Bunlar şirk olur. Bəli, bunlar şirkdir. Artıq İslamdan çıxar. Amma elələri var, İslamdan çıxarmır. Məsələn, İslamdan çıxarmayan, amma bidət olan Allaha kiminsə hansı salih insanların xatirinə təvəssül etmək. Yəni bu bidətdir. Yəni belə bir təvəssül növü dinimizdə yoxdur. Yəni nə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, nə onun səhabələri, nə də dörd məzhəb imamı heç biri belə bir təvəssülə icazə verməyib. Amma gətirirlər ki, İbn Abbas dövründə yağış yağdı və İbn Abbas Ömər ibn Xattabın dövründə Ömər ibn Xattabın dövründə qulaqlıq baş verdi və Ömər ibn Xattab əmr etdi ki, yağış namazı qılsın və yağış namazında Abbası çağırdı və dedi ki, Buxarıda gəl hədis. Ey Abbas, biz Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövründə ondan istəyərdik dua etməsini. İndi isə biz sən Allaha dua et. Düz orada açıq-açıq sən Allaha dua et gəlməsə də indi isə sənin vasitənlə nə deməliyəm? Sənin duanla. Niyə görə sənin vasitənlə dua nəzərdə tutulur? Çünki əgər Abbasın özü ilə və yaxud Abbasın Allah qatında dərəcəsi ilə təvəssül etsəydi, Peyğəmbər sallallahu əleyhi və səlləm ondan daha üstündür. Qəbirdə niyə gedib ən əfsər olanı qoyub, deməli ondan dərəcə baxımından aşağı olandan təvəssül? Demək ki, burada qəsd olunan duadır. Və ona görə də nə deyirlər alimlər? Deyirlər əl-bid'atu bəridul kufri. Yəni bidət bəridin ünvanıdır, yəni ona aparıb çıxarılır. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur, deyir, əgər sənə cavab verməsələr, yəni Peyğəmbərə deyir, yəni sənə cavab verməsələr, yəni sənin əmri və tabi olmasalar, bil ki, onlar nəfslərinin isteklərinə uymuşlar. Deməli, Peyğəmbərə tabi olmayan nə edir? Öz nəfsinə uymuşdur. Allahdan bir doğru yol göstəricisi gəlməyincə, öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər? Şübhəsiz ki, Allah zalim adamlar doğru yola yönətməz. Əl-Qasas surəsi 50-ci ayə. Həmçinin bidət niyə görə günahdan daha şiddətlidir? Günah edən ancaq özü ilə Allah arasında günah qazanır. Düzdürmü? Amma bidət edən isə və bidətinə dəvət edən, demək, öz dəvət etdiyi və onun bidətini əməl edənlərin hamısının günahı onun üzərinə yazılır. Təsəvvür edin ki, insan dini hansısa bir bidət əməli başqasına öyrədir. Və o da gedir başqasına öyrədir və bunu doğru sayır. Xüsusən də bu aiddir dəvətçilərə və həmçində deməli, başda gedən insanlara, hansı ki, arxasıca ona dinləyib, onun sözünə qulaq asan insanlar var. Bunlara aiddir. Ki, bu insanlar qorxmalıdır, yəni insanları bidətə salmaqdan. Çünki insan öldükdən sonra, hətta 1000 il keçsə belə, onun bu bidətinə düşmüş insanlar, onun bu bidətini əməl edən insanların günahları, nə deyir, hamısı ona yazılır. Yəni ona görə də insan bidətdən tövbə etməli və sonra bəyan etməlidir ki, insandan ki, mən bu bidətdən çəkindim, siz də çəkin. Bəli, tövbə etsə də, yəni bidətçinin, yəni bidət əməl öz bidətinə dəvət edən insanın tövbəsinin şərtlərindən biri budur ki, bəyan eləməlidir, elan eləməlidir ki, mən bundan artıq döndüm.